Bugün gelmişik Nabranya dincəlməyə və təbii ki, gözəl Şimaliyə. Hayda, ləzzət elir yağır. Bu da bizim lampalı xaçmazı. Bəli, bəli. Yengəli. Bəli, yengəli lampalı xaçmazı. Biz əvvəllər gəlirdik, saxlayırdıq burada bir yer var. Düşürdük orada, sərirdik palaza, piknik edirdik, izləlişi gedirdik. Əzizlərim, belə bir ev kiraya götürdük. Bir günü 50 manatdır. Bax, belə bir xudmani həyəti var. Çöldə oturacaq yer də var. Burada da mətbəxi, lazım olan qazan, tava, çaynik, qapqacaq, xladilnik. Kənddə sizə heç televizor da lazım deyil məncə. Burada xırda koridoru var. Burada hamam, tualet və səs eləyən qapısı var. Və belə bir otaq. Bir ailə üçün, yəni 5 nəfərlik. 1, 2, 3, burada da 5 nəfər qala biləcək bir otaq. Ventilatoru da var, isti olsa, amma heç ehtiyac qalmadı, çünki hava çox sərin idi. Acımışıq, çörək yeyək, sonra meşədə də gəzərik. Bu da məşhur Qoşa Çınarın arxa tərəfidir. İndi istəyirik gedək Bulaq adlanan istirahət mərkəzinə. O da Qoşa Çınarın yaxınlığındadır, tam arxa tərəfindədir. Bu da Qoşa Çınarın arxa tərəfidir. Maşınları burada saxlamaq olur. Ətrafdakı meşədir. Bu da Bulaq istirahət. Yox, bura yox. Qoşa Çınarın ərazisinə böyükdür. Hop, səhv saldım. Bu da Bulaq istirahət mərkəzidir. Buradan da aşağı yol var, düz dənizə. Və belə bisetkalardı. Bir otaqlı, 2 otaqlı. Bu uşaqların oynayacaqları yerdir. Qəçelilər var. Görürsünüz, maşınlardan da görürsünüz ki, millət buradadır. Birazdan məktəblər də başlayacaq. Ona görə cəmaət çox istəyir. Biraz dincəlsin şəhərin səs-küyündən. Balaşka da burada oynuyor. Çox böyük ərazisi var. Ailəvi istirahət mərkəzidir. Yəni rahatlıqla ailənizi götürüb gəlib burada qala bilərsiniz. Çox sakit yerdir. Belə bisetkalardır. Dostlar, sizə Bulaq istirahət mərkəzinin qiymətlərindən də danışım. 2 nəfər səhər yeməyi daxil 80 manatdır kotec. 3 dəfə qidalanma isə bir nəfərə 70 manatdır. Hamı gəlib dincəlməyə. Hava
Düzdür, günəşli olmasa da, amma doğrudan da istirahət etməyə dəyər dostlar. Bu da Bulaq İstirahət Mərkəzinin baseynidir. Balacalar üçün Lequşatnik də var. Suyuna baxın. Su soyuqdur. Bu basen isə dərindir. Onun da suyu soyuqdur. Bu da 2 mərtəbəli qalmağa yer də var istəsəniz. Oturacaqlar da var. Lejankalar da var. İnsanlar çimirlər. Belə 2 mərtəbəli otaqlar da var. Bir neçə ailə gəlib qala bilər. Mən sizə deyim, koteclərin hamısı doludur. Burada istirahət etməyə dəyər. Öz baseyni də var. Usta hava günəşli deyil, amma yenə də uşaqların heç vecinə deyil. Gedirlər baseynə. Bu da bulağın menüsudur. Sulu yeməklər, qarnirlər, soyuq qəlyanaltılar, salatlar, isti yeməklər, kebablar. Qiymətlər pis deyil. Antrikot 10, tikə 9, lülə 8, toyuq 7, toyuq 6, dana bastırma 9, ciğer kebabı 6 və s. Salatlar 5, 6, 4, 3 civarındadır. Qiymətlər normaldır. Deməli, biz zakaz elədik. Antrikot, lülə, kartoşka və salat. Amma yaxşı yerdir, çox xoşuma gəldi. Vallahi insanlar çoxdur, çox da məsləhət görürəm, çox yaxşı bir yerdir. Elə qoşa çınara oxşur nədənsə. Bu da kebabımız gəldi. Bizə nuş olsun, olmayanlara Allah yetirsin. Və Bulaq İstirahət Mərkəzində oturub yediyimiz yeməyin qiyməti 36 manat elədi. Dincəldik burada, qəşəng yedik, çox da xoşumuza gəldi. Və gedirik abratla. Biraz da meşəlikdə gəzək və dərsə istirahət eləyək. Burada xərək çörək satılır. Çox dadlıdır. Çox ləzzətlidir. Şlotki. Şlotki. Bu da bunların mini marketidir. Görək səhər yeməyini nə alırıq. Her şey var bu dükkanda. Cennetdir, cennet. Sakitçilik. Bilirəm, sizə də bura çox xoş gəlir, çünki şəhərin səs-küyündən bezmisiniz. Valla kənd kimi gözəllik.
Heç yanında yoxdur. Qulaq asın meşənin səsinə. Baxın, evlər düz meşənin qırağındadır. Qapını açırsan meşəyə. Akşamlar da çaqqallar. Tutduğumuz ev düz meşənin qırağındadır. Hardasa otlar biçilir. Baxın nə gözəldir. Yağışdan sonra hava təmiz, biraz da sərindir. Burada evlər var. O tərəfi düz dənizə açılır. Buna baxın. Buradan kim ev alsa 5 qat udur. Çünki buradan həyətlər primoy dənizə açılır. Baxın, burada dəyişir ev satılır 25 sot çıxarışla. Super bir ev, o da dənizə çıxır. Bu yan meşə. Bundan gözəl nə istəyirsiniz? Burada çox evlər kiraya verilir. Qiymətlər də 50, 60, 70, 80, hətta 100 civarındadır. Evlərin də hər rahatlığı var. Mən Nabranı çox sevirəm. Bu şimal bölgəsini çox sevirəm. Və tez-tez bura gəlirəm. Ona görə ki, buranın təbiəti mənə çox xoşuma gəlir. Ay, meşənin gözəlliyinə baxın. Sakitliyə baxın. Buranın təbiəti niyə xoşuma gəlir? Burada həm meşə var, həm dəniz var, həm çəmənlik var. Yaşamaq buna deyirəm. Yenə yağış başlayır yavaş-yavaş yağmaq. Kənddən bilirsiniz nə ətri gəlir. Odun, samavar, gözəl ətr gəlir. Doyunca nəfəs alaq. Nabran'da super yağış yağır. Səhər, hava təmiz. Burada çox turistlər var, özdə çoxları da rus dillidirlər, şəhərli və rus dövlətlərindən gələnlər, Rusiyadan gələnlər ən çoxdur. Biz dünən yer axtarırdıq. İnanın ki, hansı istirahət mərkəzinə girdik, insanlar doludur. Ona görə qalmadıq. İstirahət mərkəzlərində həm də çox səs-küy var. Biz daha çox sakitliyi seçdik. Nabranın dənizindən də olmaz da. Çirkli, natəmiz, qapqara. Adam heç ürək eləmir girməyə. Heç buralara baxan yox. Belə bir məşhur yeri natəmiz saxlayırlar. Belə olmaz. Nabran tanınmış bir yerdir. O qədər turistlər gəlir. Düz də onların heç vecinə deyil. Girən olsa da girir, amma biz bura girmək istəmirik. Heç bura baxmırlar. Yaxşı da inəklər çıxıb gedib bu evə. Zato itlər gəzir. Bax belə. Buna baxın, bu biabırçılığa baxın. Axı belə olmaz, bu qədər turistlər gəlir bura. Bu qədər pul xərcləyirlər, heç olmasa natəmizlik eləməyin, təmizləyin buraları. Olmaz axı belə.
Əzizlərim, bununla da Nabran səyahətimiz sona çatır. Gələn görüşlərədək. Sizin necə xoşunuza gəldi Nabran, Bulaq İstirahət Mərkəzi? Fikirlərinizi xahiş edirəm. Mənə yazın. Mən sizə cavab verəcəm. Sağ olun.